Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Ünsal Kəlbəzəri, Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Bərdə rayonunda. Bərdə rayonunda Yeni Ərizə kənd tam orta məktəbində mən illər əvvəl dəfələrlə olmuşam və bu günlərimdə bir neçə müddət əvvəl gəldik burada biz Elyaman müəllimə və Özmən Nurdan müəllimə haqqında gözəl çəkiliş elədik. Əlbəttə ki, kənd cəmaatından, şagirdlərindən, valideynlərdən sorğular apardıq. Hər kəs bizə gözəl bir müəllimə, Qəmər müəllimənin adını bildirdilər. Bəli, mən Qəmər müəlliməni tanıyıram. İllər əvvəl onun yanında gənc olanda ilk fəaliyyətə başlayanda olmuşam. Gözəl müəllimə kimi, gözəl insan kimi yadımda qalıbdır. Və bu günləri gəlib sizə təqdim etmək istədim. Mənə buyurun, adınız, soyadınız? Yusuf Qəmər Aşralı qızı. Neçə il təhsil sahəsində çalışmışsınız? 48 il. Təhsil sahəsində çalışmışsınız. Təhsil sahəsində. Çox gözəl. Neçə, demək, onun neçə il direktor kimi işləmişsiniz? Təxminən 18 il. 18 il. Və biz bildiyimizə görə siz direktor işlədiyiniz müddətdə şagirdlər tərəfindən, müəllimlər tərəfindən çox sevilən müəllimsiniz. Siz işlədiyiniz dövrdə məktəbdə yüksək nəticələr olubdur. Həm olimpiyada, həm ali məktəbə qəbul göstəricilər gözəl olubdur. Və indi hal-hazırda neçə yaşınızdadır müəllimə? Hal-hazırda 85 yaşındayım. Ay maşallah. Maşallah. Gözəl anamızın o gün olsun 90 yaşına gələk gözəl çəkiliş eləyək. O gün olsun 100 yaşında gələk gözəl çəkiliş eləyək. Və müəllimənin 4 övladı var, düzdür müəllim? Bəli. 4 övladı var, onun bir övladı demək bu kənddə birinci qızıl medal alan şəxs olubdur və sonuncu qızıl medal alan şəxs olubdur. Adı soyadı? Rəhimov İdrak Dumbayoğlu. Rəhimov İdrak bəy. İdrak bəy həm elmlər namizədidir, həm elmlər, tibb elmlər doktorudur. O cümlədən də Odular Yurdu Universitetində ən qabaqcıl işlərdən birində işləyir və özü də məsul vəzifədə çalışır. Bəli, biz də bu günlərim əsas müəllimə üçün gəlmişik. Müəllimənin 7-dən çox nəvəniz var, elə müəllim? 8 nəvəmiz var. Çox gözəl. Çağdaş Təhsil Qəzetinin xüsusi buraxılış jurnalında müəllim haqqında gözəl gəlmişik, məqalə hazırlayar. Və müəllimə sizi təbrik edirəm. Müxtəlif mətbu orqanlarda işlandırmağa gəlmişik. O gün olsun ki, müəllimə inşallah nəvələri tərəqqi medal alsın, ən yüksək adlara layiq görsün. Biz də gələk gözəl çəkiliş edək. Təşəkkürlər, minnətdarım. 3 nəvəm ali məktəb qurtarır. Çox gözəl. Birinci böyük nəvəm İskəndərov Cavidan, Odlar Yurdu Universitetinin kompüter mühəndisliyi qurtarır. İkinci nəvəm Tamerlan, Rəhimov Tamerlan, Umbayoğlu, İdrakoğlu, o xaricdə qurtarır. O da biznes üzrə qurtarır. Ondan sonra 3-cü nəvəm Slavyan Universitetini qurtardı bu il. Çox gözəl. 4-cü nəvəm getdi, 2 il Türkiyədə oxudu. Sonra bu korona araya düşəndə qayıtdı, gəldik. Gələndən sonra da getmədi. Hal-hazırda indi bu il imtahan verib görək nə qarayacaq dəzəndən. Çox gözəl. 2 qızım, qız nəvəm Moskvada yaşayan. İkisi də Moskva orta məktəbi, 2 bacıdılar. Aysu, Aynur. İkisi də qızıl medalla qurtarıb orta məktəbi. Çox gözəl. Biri Seçinova, böyük qız, Həsənova, Aysu, Seçinova'da Moskva Dövlət Tibb Universitetinin Leçfarkında oxuyur, 5-ci kursda. İkinci qız Aynur, Həsənova Aynur Tariyel qızı. O da yenə də Moskvada həmən universitetin diş həkimliyi. Çox gözəl. Stomatolog. Stomatolog fakültəsində 3-cü Çox gözəl. Nə arzulayırsınız? Nəvələrinizə nə deyə bilərsiniz müəllim? Burada şagirdlərə, nəvələrinizə, şagirdlər, bütün dərs dediyim şagirdlər də hamısı mənim nəvələrimdir. Hamısını nəvələrim kimi sevirəm. Şagirdləri yox, bu kəndin bütün insanlarını balam kimi sevirəm. Balam qədər hörmətim var. Balam qədər mənə hörmət edirlər. Balalarım hərəsi bir tərəfdir. Bu zat məni yaşadan onlardır. Çox gözəl. Hamısına can sağlığı, uzun ömür, həyatda, dünyada can sağlığından gözəl heç nə ola bilmez. Ən böyük mükafatdır. Ən böyük mükafatdır. Ən böyük arzum odur ki, hamısını nə qədər yaşayacaq ömrü verən Allahdır, mən deyiləm. Nə qədər yaşayacaqsa, bədənin bütün üzvlərini, orqanlarını hamısının üstündə yaşasın. Çox sağ olun. Biz də sizə dərin təşəkkür bildiririk. Çağdaş Təhsil Komandası olaraq sağ ol deyirik. Uzun ömür daha sağlardır. Təşəkkürlər, hörmətli izləyicilər. Bugün 2025-ci il, demək 15 iyun tarixidir. Müəllimə uzun ömür daha sağlardır. Təşəkkürlər. Çox sağ olun. Çox sağ olun.